Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesinin davam etdiyi bir vaxtda BMT-dən Bakıya çağırış gəldi. Təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyir ki, müharibə cinayətlərində ittiham olunan həmin şəxslər dərhal azadlığa buraxılsın. Bu Volker Türk daşıdığı vəzifənin mahiyyətindən xəbər varmı ki, Azərbaycana belə bir çağırış ünvanlayır? Biz elə bu istiqamətdə sujet hazırlamışıq. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk müharibə cinayətlərində ittiham olunan Ermənistan vətəndaşlarının dərhal azadlığa buraxılmasına çağırış edib. İnsan Hüquqları üzrə Ali Komissarın belə bir çağırışı əslində onun sadəcə xalqımıza qarşı törədilən cinayətlərdən deyil, hətta məhz insan haqlarından da məlumatsız olduğunu ortaya qoyur. BMT rəsmisinin çağırışına cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi ona sözün əsl mənasında hüquq dərsi verib və hüququn aliliyinə hörmət etməyə çağırıb. Ayxan Hacızadə X hesabındakı paylaşımında yazıb ki, ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir. Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək. Müharibə cinayətkarlarına azadlıq tələb edənlər Azərbaycan ərazilərinin işğalı zamanı, habelə mədəni irsimizin məhvi, itkin düşən və ya əsirlikdə yaşamağa məcbur qalan vətəndaşlarımızla bağlı heç bir tədbir görməyiblər. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması üçün 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələri məhz Azərbaycanın yerinə yetirməsi halında belə yenə də ölkəmizə qarşı ərazi işğalı və etnik təmizləmədə ittiham olunan şəxslərin müdafiəsinə qalxmaqsa, ümumən bu qurumun fəaliyyəti ilə bağlı ciddi şübhələrə yol açır. Bununla Azərbaycanın siyasi iradəsinə təsir etmək mümkün deyil. Və eyni zamanda bu havadarlar da anlamalıdırlar ki, Azərbaycan beynəlxalq sülhə, təhlükəsizliyə, əmin-amanlığa töhfə verir, beynəlxalq hüququ, qanunçuluğu bərqərar eləyir. Bu həm də Azərbaycan əleyhinə səslənən fikirlərin sırf siyasi mənafelərdən irəli gəldiyini istisna etmir. Bundan başqa Volker Türkün ittiham olunan şəxslərlə bağlı Ermənistanda propagandasını aparanlarla nitqinin üst-üstə düşməsi də çox mətləbdən xəbər verir.